Hala düz deyir. Sən də bilirdin, hə? Mələk. Heç birimiz eşitmək istəmirəm. Mələk. Kimdən qoruyursan məni? Uşağım mən. Her şirketlerin de verir özlerine. Çığa gedip öz hayatımızı yaşıyor. Sən nə danışırsan qızım? Zəhər nədir? Mən istəmirəm də o məni atıb getsin. Başa düşürsən? Yaxşı fikirləşmisən. Nəysə, mən gedirəm. Sən Allah imkan verin çıxsın getsin. Gördün ki, razı sala bilmirsən, saxlaya bilmirsən, onda mənə dönüm gəl. Amma inan mənə, mən sizin münasibəti pozmaq istəməmişəm. Səhv eləyib arxasında dursun, uşağına sahib çıxsın. Nigar kimdir ki analizin cevabını değişsin? İqılın nəsə əli var orada. Bunlar əlbir olub plancıdırlar. Elə görünür. Qəti qərar gəlmisən ki, boşanasan ha məndən. Get həyatını istədiyin kimi yaşına ver. Artıq çəkinəcəyin, utanacağın, ehtiyat edəcəyin heç nə yoxdur. Ya Nigar da burada qalacaq, ya da ikimiz də çıxıb gedəcəyik. Nə baş verir burada? İlqarla danışmışıq, müqabiliyə imza atmağa razı. Biz analiz verəndən sonra kimsə sizlə görüşüb bizim məsələ ilə bağlı. Xəyanət 19 iyun saat 22-də Xəzərdə.